Salam dostlar. Bugün görəcəyimiz iş olacaq. Gördüyünüz kimi BMW 60 qozadır. Problem sürücü yaxınlaşıb ki, problem pult işləmir və digər elektronikalar işləmir və onunla paralel olaraq salonda yağış yağanda, moykada olanda salona su damır. Belə deyək. Görsədə bu tünlərdən, o tünlərdən görürsüz sökmüşəm onları. O hissələrdən su damır, ondan şikayətlənir. Yəni maşın içinə su girir və elektronikanı xarab edir. Sizə indi göstərəcəm nələr sökmüşəm. Günlüyü açmışam. Tutacağı açmışam bu gördüyünüz kimi. Belə deyək də uzun sözün qısası belə deyək. Hər stoykalarda arxada da su axmaq üçün yer olur. Bir dənə sizə göstərim. Normalda bu lüklardan, lük bağlı olanda belə, ətrafından yağış yağanda, moykada belə su keçir buradan. Su keçdikcə burada kanalları olur belə. Hər tərəfdə, dörd tərəfində də kanallar olur. O kanallar tutulanda avtomatik olaraq su vurur salona. Dostlar, bu qaydada hava təzyiqi vurduq, təmizlədik. İndi o hissəni bilmirəm, görsədə biləcəm yoxsa yox sizə. Baxın. Bilmirəm, görə bilirsiniz, görə bilmirsiniz, şlanq var. O şlanq vasitəsilə hava vuraraq o hissələrə təmizləyirik borunu. Dostlar, hazırdır, yığdım üstünə, gördüyünüz kimi. Sonra da su tökdüm, yoxladım. Bax, bir dənə indi tökürəm. Amma bir xeylə hər tərəfə su tökdüm. Əsas bu hissələrdən tutdum. Dostlar, gördüyünüz kimi Zavatskoy radno yerindən tökülür, sonra da axır aşağı. Amma əvvəlində axmırdı, tutulmuşdu sistemi. Belə, kimin sualı olsa şərh bölməsinə yazır, cavablandıram. Sağ olun dostlar.